Bu videoda sizə yazı texnikası haqqında danışacağım. Bu elə bir texnikadır ki, çox şaxəlidir və kompleksdir. Bir çox psixoloji məsələlərdə onların öhdəsindən gəlməkdə insanlara kömək edən bir metoddur. Fərz edək, siz uşaqlıqda bir neqativ hadisə yaşamısınız və o hadisənin mənəvi yükündən qurtula bilmirsiniz. O hadisələrin emosional təsirini azaltmaq üçün yazı texnikasına müraciət edə bilərsiniz. Məsələn, yaza bilərsiniz ki, hər dəfə hadisəni necə olubsa o şəkildə yaza bilərsiniz. Fərz edək, uşaqlıqda sizə döyüblər və siz onun, yəni silsiləli şəkildə baş verib və təbii ki, xroniki stresin içərisində bütün bunları yaşamısınız. Yaza bilərsiniz ki, məsələn, məni filan vaxtı döyəndə belə hiss elədim, emosiyalarınızı, keçirdiyiniz hissləri, o hadisə hal-hazırda sizin üçün nə deməkdir, nə dərəcədə önəm daşıyır, hadisənin sizin üçün interpretasiyası nə şəkildədir, onu yaza bilərsiniz. Və yaxud da ki, hər hansı bir beyninizdə sual var və ya düşünürsünüz ki, məsələn, mən nəyə görə insanlara yox deməyi bacarmıram, mən nəyə görə hər zaman səhv partnyor seçirəm, elə bilirəm ki, ssenari həyatımda, sevgi həyatımda təkrarlanır. Məsələn, biz dəftər götürə bilərsiniz və bu sualı yaza bilərsiniz. Amma bilərəkdən beyninizdə məqsədli şəkildə qurmamaq şərti ilə başlayın onları yazmağa. Görün ki, həmin sualın altında sizdən hansı cümlələr tökülür. Və yaxud da ki, tutalım hansısa bir əziz insanınız, dostunuz, ailə üzvünüzlə aranızda bir konflikt var və uzun illər o konfliktin təsirindən çıxa bilməmisiniz. Bir inciklik daşıyırsınız. Həmin insanı mütləq deyil ki, bağışlamaq, amma o inciklik yükünü öz üzərinizdən götürmək üçün də yazı texnikasından istifadə edə bilərsiniz. Məsələn, yaza bilərsiniz ki, sən filan vaxtı mənə bu hərəkəti etdin, amma mən həmin anda səndən filan hərəkətləri, dəstəyi gözləyirdim, sən onu mənə verə bilmədin. Yəni, individual olaraq dəyişir məsələlər və hər məsələ yanaşma da fərqlidir. Amma yazı texnikası bir mənalı olaraq psixologiyada ən gözəl və ən faydalı texnikalardan biri sayılır.